Taksi şirkəti nağdsız ödənişli sifarişdən imtina edən sürücüləri cərimələyir. Bolt taksi şirkəti ilə əməkdaşlıq edən sürücülər belə iddia edirlər. Onlar deyirlər ki, bu cərimələr rəsmi deyil və yalnız şirkətin daxili qaydası ilə tənzimlənir. Dediklərinə görə bu hal bir neçə səbəbdən baş verir. Cərimələmə haqsız bir şəkildə müştəri ilə davranış qaydası varsa və yaxud da ki, dediyim kimi də, yəni gözlədiyim yerdə başqa ünvana gedirsəsə olur. Nə qədər cərimə olur? Valla o özdə dəqiqləşdirirlər də, yəni biz bilmirik. Şirkət tənzimlənir. Bəli. Mən özüm də cərimələnmişəm, kart gedişin sifarişin ləğv elədiyimə görə. Nə qədər cərimələnir? Təxmini 25 manat cərimələnmişdim, bir gündə blok olmuşdum. Gündəlik sürücülər də daha çox cərimə olunanlar. Elə sürücü var ki, gündəlik sürür, elə sürücü var ki, şirkətlə işləyir. Yəni gündəlik sürücülər ola bilər etiraz eləyə bilər. Bəzi sürücülər isə şikayət olduğu zaman sürüşünün sistem tərəfindən bloklandığını da dedilər. Siz məsəl üçün taksi sifariş eləmişsinizsə, biz onu atmen eləyirik və ya sizə acı cavab verirsə, demək ki, siz bizdən şikayət göndərirsiniz Bolta və Bolt bizi bloklaya bilir o zaman. Bu zaman belə bir sual yaranır. Özəl şirkət dövlət tərəfindən müəyyən olunmayan, yəni daxili qərar əsasında belə bir cərimə tətbiq edə bilərmi? Məsələ ilə bağlı Bolt şirkətindən Xəzər xəbərə bildirildi ki, hazırda yalnız nağd gedişlərə görə cərimələr var. Belə ki, şirkətin tətbiqi ilə sifariş olunan səfərlərin ödənişi həm kartla, həm də nağd şəkildə mümkündür. Sürücü tərəfindən səfərin kart ödənişinə görə ləğv edilməsi qəbul edilməzdi. Bu halda sərnişin tətbiq üzərindən şikayət edə bilər. Məsələ araşdırıldıqdan sonra sürücü ilə əlaqə saxlanılır və tədbir görülür. Qayda pozuntusu təkrarlanarsa və ya təsdiqlənərsə, sürücüyə 50 manata qədər maliyyə sanksiyası tətbiq oluna və ya hesabı bloklana bilər. Daha aydın desək, məsələn, həftə ərzində sürücü 100 sifarişdən birini nağdsız icra etməyibsə, 50 manat cərimə ödənişi tətbiq olunur. Növbəti həftədə eyni hal yaşanırsa, cərimə təkrarlanır. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, müqavilədə nəzərdə tutulan öhdəliyin icra olunmamasına görə cərimə mümkündür. Lakin müqavilədə isə qanunda nəzərdə tutulmayan heç nə əks edilə bilməz. Bu halda müqaviləyə baxılmalı və cərimənin qanunsuz ya qanuni olduğu araşdırılmalıdır.